Salam, baxırıq sınaq izahımıza, ilk sınaq izahımıza. Bu da miqyas məhəllin planda təsviri sınağımızdır. Birinci sualda deyir ki, sxemə əsasən kəsmə yüksəkliyi, daha sonra A və B nöqtələri arasında hündürlük, nisbi hündürlük fərqini hesablayın. Əvvəlcə nə edirik? 450-dən 300-ü çıxırıq. 450 çıxılsın 300 və alırıq 150. Onlar arasındakı kəsmə yüksəkliyə baxırıq. Kəsmə yüksəkliyi nə idi? İki qonşu horizontal arasındakı hündürlük fərqi idi. Yəni bu boşluqlar idi, aralıqlar idi. Baxırıq ki, 450 və 300-ün aralığında 3 boşluq var. Yəni 3 kəsmə yüksəkliyi var. Və 150-nə bölürük. 150-yə böləndə alırıq 50. Aldığımız 50 bir kəsmə yüksəkliyin neçə metr olduğunu göstərir. Daha sonra A və B məntəqələri arasındakı nisbi hündürlük fərqini hesablayırıq. Nisbi hündürlüyü necə hesablayırıq? B məntəqəsində verib hündürlüyünü 300, A məntəqəsinin hündürlüyünə baxırıq. Bura 450-dir, 50 artıb. Yəni kəsmə yüksəkliyimiz 50 olduğuna görə 50 artır. 450, üzərinə də 50 gəlirik, olur 500. Adam B çıxanda 500-dən çıxırıq 300-ü bərabərdir 200. Deməli, A və B arasındakı hündürlük fərqi oldu 200, kəsmə yüksəkliyimiz oldu. Deməli, nə? 50 metr. İkinci suala baxırıq. Biz həqiqi məsafə düsturunda dedik ki, həqiqi məsafə bərabərdir xəritədəki məsafə vurulsun miqyas. Bizdə həqiqi məsafəni verib 200 kilometr, xəritədəki məsafəni verib, deməli, xəritədəki məsafəni verib 5 santimetr. Miqyası hesablayın deyir. Həqiqi məsafəmiz 200 idi. 200. Xəttdəki məsafəmiz 5 sm idi. Miqyasımız isə bilmirik. 5m bərabərdir 200. M də bərabərdir 200 bölünsün 5. O da olur 40 kilometr. Keçiririk bunu ədədi. Deməli, bunu keçiririk ədədi miqyasa. Kilometrin yerinə 5 dənə 0 yazırıq. Deməli, 4 arxasında 6 0 olur. Cavabımız olur B variantı. Digər sual izahımıza baxırıq. Üçüncü sualda deyir ki, səyyahlar cənub istiqamətində 4 kilometr getdikdən sonra 90 dərəcəlik azimuta, daha sonra isə cənub istiqamətinə gediblər. Daha sonra 90 dərəcəlik azimuta gediblər. Əvvəlcə biz üfüqün cəhətlərini bilməliyik. Bu 0 dərəcə ilə 360 dərəcə arasındadır. Şərqə gediriksə, şərq 90 dərəcə azimutdur. Qərb 270 dərəcə azimutdur. Cənub 180 dərəcə azimutdur. Biz əvvəlcə cənuba getməliyik. 4 kilometr. Daha sonra qaldığımız məntəqədən, həmişə mərkəzdən başlayırıq. Qaldığımız məntəqədən şərqə gedirik. Şərq, yəni 90 dərəcə azimuta gedirik. Qaldığımız məntəqənin şərqinə gedirik. Daha sonra ilkin məntəqəyə, yəni çıxdığımız məntəqəyə geri qaydırıq. Necə qaydırıq? Deməli, 315 azimutla. Burada 4 kilometr veribsə, burada bir bərabər deməli, tərəfli üçbucaq yaranır. Bərabər tərəfli üçbucaq da yarısı deməkdir. Yəni 90 ilə 180-in yarısı, tən ortası. Tən ortası olur 135. 135 dərəcənin də bildiyimiz kimi əksi 315-dir. Necə tapırıq onu? Əgər bu ədəd çıxdığımız deməli azimut 135 180-dən kiçikdirsə, üzərinə 180 gəlirik. 135 kiçikdir 180-dən. Onda nə edirdik? 180-in üzərinə 135 gəlirdik.
Bu da bərabər edir 315. İstiqamət olaraq nə idi? Şimal və qərb istiqaməti. Şimal və qərb istiqaməti olur. Bir dəqiqə. Şimal, qərb oldu 315. Cavabımız olur C variantı. Keçirik dördüncü suala. Dördüncü sualda deyir ki, horizontallara əsasən dağın dik yamacını və kəsmə yüksəkliyi müəyyən edin. Deməli, biz mərkəzdən bir nöqtə qeyd edirik. Bu nöqtədən bir x qoyuruq və burada hansı istiqamətdə horizontalların daha sıx yerləşdiyinə diqqət edirik. Baxırıq ki, cənub istiqamətində horizontallar daha sıxdır. Daha sıx olan ərazilərdə dağın yamacı dik olur. Meyillilik çox olur. Meyillilik nə idi? Yəni düzənlik, meyilliyin az olması düzən ərazi olması deməkdir. Meyilliyin çox olması və yaxud da ki, dik yamaclı olması isə daha dik olması deməkdir. Tapdıq ki, dağın dik yamacı cənubdur. İndi baxırıq kəsmə yüksəkliyə. 2 deməli rəqəm verilib, 140 və 120. Onlar arasındakı fərqi tapmalıyıq. 140-dan çıxırıq 120-ni, bərabər edirik 20-yə və onlar arasında kəsmə yüksəkliyi sayırıq. 1, 2. 1 aralığı saydıq və bölürük 20-yə. 2-yə bölürük. 20-ni böldük 2-yə 10. Deməli 10, 10 artır. 120, daha sonra 130, daha sonra 140. Cavabımız olur A variantı. Digər bir sualımıza keçirik. 5-ci sualda deyir ki, Afrikanın ən uzun çayı olan Nil çayı hansı miqyaslarda daha böyük görünər? Biz bilirik ki, böyük miqyaslı deməli xəritələrdə daha böyük görsənir, kiçik miqyaslı xəritələrdə daha kiçik görsənir. Bizə Afrika çayının daha böyük görsəndiyini sual verir. Böyük miqyaslı olanda kəmiyyət olaraq kiçik ədəd götürürük. Biz dedik ki, miqyas nədir? Kiçilmənin nisbətini bildirir. Yəni, verilmiş ərazi neçə dəfə kiçildilibsə, daha kiçik görsənəcək. Yəni, böyük bir rəqəmlə kiçildilibsə, 100 min dəfə kiçildilibsə, daha kiçik görsənəcək. Tutalım, 50 min dəfə kiçildilibsə, daha böyük görsənəcək. Deməli, Nil çayı sual verir ki, hansı miqyasda daha böyük görsənər? Böyük görsənməsi üçün az kiçiltmək lazımdır. Yəni, kiçik rəqəm götürməliyik və bu da böyük miqyaslı xəritələr olmalıdır. Cavabımız nə olur? C variantı. Sual verir ki, 6-cı sualda həqiqi sahəsi birinci həqiqi sahə düsturunu bilməliyik. Həqiqi sahə bərabərdir. Xəritədəki sahə vurulsun miqyasın kvadratı. Həqiqi sahəni verib 72, xərtdəki sahəni verib x, miqyasımızı verib nə? 1 bölünsün 600 min. 5 sıfır silirik, 6 kilometr qalır. Miqyasımız 6 kilometrdir. Yəni, miqyasın kvadratı olmalıdır. Yəni, 6-nın kvadratı olmalıdır. 6-nın kvadratı. Buradan
6'nın kvadratı edir 36. X xəritdəki sahə bərabərdir 72. Buradan xəritədəki sahəni tapanda xəritdəki sahəni tapanda 72 bölürük 36-ya. Xəritdəki sahə də bərabərdir. Olur 2 dəfə. Yəni 2 santimetr kvadratı. C variantı. Digər bir sualımıza baxırıq. 7-ci sualdır. 7-ci sualda deyir ki, sxemə əsasən müvafiq olaraq B nöqtəsinin A'dan C nöqtəsinin isə B-dən hansı istiqamətdə olduğunu tapın. A nöqtəsi daha şimaldadır. Yəni Qrenlandiyanın şimal hissəsindədir. B nöqtəsi isə Qrenlandiyanın cənubundadır. C nöqtəsi isə B nöqtəsindən daha şərqdədir. Yəni 90 dərəcə azimutdadır. Deməli, bizə sual verir ki, B nöqtəsi A'dan hansı istiqamətdədir? Ona görə deyirik ki, B nöqtəsi cənubdadır, A-nın cənubundadır və C nöqtəsi isə B-nin şərq hissəsində olur. 8-ci suala baxırıq. Deyir ki, tarlanın miqyasını verib, bir də ki, xəritədəki sahəsini verib. Həqiqi sahəni tapın. Bayaqlarda qeyd etdik ki, həqiqi sahə düsturuna əsasən xəritədəki sahə vurulsun miqyasın kvadratıdır. Həqiqi sahəni tapmaq üçün xəritədəki sahəni də verib, miqyası da verib. Xəritədəki sahə 5 sm kvadratıdır. Miqyasımız isə 1 bölünsün 500 mindir. 500 mindən 5 sıfır silirik, qalır 5. 5'in kvadratını yazırıq. 5'in kvadratı. Yəni 25 vurulsun 5. Bu da edir 125. Cavabımız olur C variantı. 9-cu testin izahına baxırıq. 9-cu testdə bizə verib ki, həqiqi sahəsi 144 olan yenə sahə düsturudur. Sahə düsturunu bilirik. Həqiqi sahə bərabərdir. Xəritədəki sahə vurulsun miqyasın kvadratı. Xəritənin miqyasını tapın. Buradan miqyası soruşur bizə. Həqiqi sahəmiz 144'dür. Xəritdəki sahəmiz 4'dür. Miqyasımızın kvadratını bərabər edirik. Deməli 4 m kvadratı bərabərdir 144. M kvadratı buradan bərabərdir ki 144 bölünsün 4. 14'ün içində 3 dəfə, 24'ün içində 4, 6 dəfə. Miqyasın kvadratı bərabərdir 36. Daha detal yazıram ki, birdən beyninizdə sual qalmasın. Miqyasın kvadratı 36 etdi. Hər tərəfdən kök alırıq. 36 6'nın kvadratı deməkdir. Ona görə də buradan miqyas bərabərdir 6. 6 kilometr.
6 kilometr. Yəni 6 kilometr deyəndə arxasına da 5 sıfır gəlirik. Olur cavabımız B variantı. Deməli 10-cu suala baxırıq. 10-cu sualda bizə xətti miqyas verib. Bu tipli məsələləri hər zaman demişəm ki, miqyası xəttdəki məsafəyə vururuq. Miqyasımız nədir? 5 artır. Deməli 5 kilometrdir. Sonunda kilometr yazılıb. 5 kilometrdir. Xəttdəki məsafəmiz isə iki məntəqə arasındakı məsafəmiz də verilib 8. 5-i 8-ə vuraraq həqiqi məsafəni tapırıq. Daha sonra ikinci xəritədəki məsafə isə 4-dür. 4-ə bölərək miqyasımızı tapa bilərik. 4 ilə 8 ixtisar gedir. Qalır burada 2. 2-ni 5-ə vuranda olur 10. 10 kilometr. Deməli, cavabımız A variantı olur. Keçirik digər bir sualımıza. 11-ci sualda deyir ki, birinci sxemə əsasən ikinci sxemin miqyasını hesablayın. Birinci sxemdə həqiqi məsafə düsturu verilib. Həqiqi məsafə hesablanır. Yəni, həqiqi məsafə bərabərdir. Xəritədəki məsafə vurulsun miqyas. Burada xəritədəki məsafəmiz də miqyasımız da var. 2, 4, 5, 16 kilometrdir miqyasımız. 10, 16 kilometrdir. Xəritdəki məsafəmiz isə 4 santimetrdir. Buradan həqiqi məsafəni tapırıq. Həqiqi məsafəni də bölürük 8-ə. Deməli, 16 vurulsun 4 bölünsün 8. 16 ilə 8 ixtisar gedir 2. 2 dəfə 4, 8. 8 kilometr deyəndə isə arxasına 5 sıfır əlavə edirik. Baxırıq 12-ci suala. Deyir ki, A şəhəri ilə B şəhəri arasındakı məsafə miqyasını verib, məsafəsini verib. Xəttdəki məsafəsini verib. Baxırıq ki, A şəhəri ilə B şəhəri arasındakı deməli həqiqi məsafə nə qədərdir? Miqyas verib, xəttdəki məsafə verib. Həqiqi məsafəni tapırıq. Həqiqi məsafə bərabərdir. Miqyas 2 kilometr vurulsun nə? 36. Və buradan tapırıq ki, 72 olur. Həqiqi məsafəmiz 72 oldu. 72. A və B arasında. İndi bizə deyir ki, B ilə C arasında isə A və B arasındakı məsafədən 1,5 dəfə çoxdur. Dəfə deyəndə biz riyaziyyatdan da bilirik ki, vururuq 72-ni də vururuq. Deməli 1,5-ə. Və orada almalıyıq 108. D variantı. Deməli bizə sual verir ki, B-dən C-yə qədər buradakı, yəni bu hissədə məsafəni tapın. Buradakı məsafəmiz də olur 108. Digər bir sualımıza baxırıq. 13-cü sualda deyir ki, A və B nöqtələri arasındakı hündürlük fərqini tapın. Baxırıq, əvvəlcə kəsmə yüksəkliyi tapırıq. Baxırıq ki, 30, 30-dan sonra
60 ilə 30 arasındakı fərqə baxırıq. 60 çıxılsın 30, qalır 30. Arada neçə kəsmə yüksəkliyi var? 2, bölürük 2-yə, tapırıq 15. Deməli 15, 15 artır. Çünki dağdır. Yuxarı doğru artır. Onda əvvəlcə B-nin hündürlüyünü tapırıq. Daha sonra A-nın. B-nin hündürlüyü olur 45. 30-un üzərinə 15 gəldik. Çünki kəsmə yüksəkliyimiz 15 idi. B-miz oldu 45. A oldu 60-ın üzərinə 15 gəlirik. 75 edir o da. A ilə B arasındakı fərqi soruşur. 75-dən də çıxırıq. 45 olur 30. Cavabımız olur A variantı. On dördüncü suala baxırıq. Kəsmə yüksəkliyin 6 metr olduğunu bilərək A və B nöqtələrinin mütləq hündürlüyünü müvafiq olaraq müəyyən edin. Deyir ki, bax bu aralıq, yəni kəsmə yüksəklik 6 metrdir. Və bu da müsbət relyef formasıdır. Yəni dağdır. Hündürlüyə doğru artmalıdır. Bunu nədən bildik? B ştrixlərdən. B ştrixlər kənara doğrudur. Və bura 24 verilibsə, B məntəqəsi 6 çox olacaq ondan. 6 üzərinə gəlirik. B olur 24-ün üstünə 6 gələndə 30. A məntəqəsi isə 24-dən kiçik olacaq. 6 kiçik olacaq. A məntəqəsi isə 24-dən çıxırıq. 6 qalır 18. Bizə sual verir ki, A məntəqəsini, daha sonra B məntəqəsinin hündürlüyünü yazın. A məntəqəsi oldu 18, B məntəqəsi oldu 30. Bura diqqət etmək lazımdır. Bəzi uşaqlar məsəl üçün 30, daha sonra 18 yazır. Bizdən birinci A məntəqəsinin hündürlüyünü soruşduğuna görə cavabımız olacaq C variantı. 15-ci testə baxırıq. Baxırıq 15-ə. On beşdə deyir ki, kəsmə yüksəkliyin 15 metr olduğunu bilərək A nöqtəsinin mütləq hündürlüyünü hesablayın. Bu tipli suallarda birinci dedik ki, mərkəzə doğru çəkildiyinə görə çökəklik, yəni mənfi relyef formasıdır. Mərkəzdə 323 verilib. 323-ü bölürük. Kəsmə yüksəkliyi verilib 15-ə. 2 dəfə 30, 2, 3. Bir dəfə 15, 8. Bizdə qalıq 8-dir. Qalığı 15-dən çıxırıq. Bərabərdir. Qalır orada 7. Bu 7-ni 323-ün üzərinə gəlirik. Bu da edir 330. Məqsəd burada nədir? Məqsəd burada odur ki, 323-dən böyük və 15-ə qalıqsız bölünən ilk ədədi tapmaqdır. Çünki 15-ə qalıqsız bölünürsə, bu daxili horizontalımız edir. Biz daxili horizontalı tapmaq istəyirik. Daxili horizontalı tapdıq 330, yəni 323-dən böyük olması o deməkdir ki, çökəklik relyef formasıdır və kənarlara doğru hündürlük artmalıdır. Ona görə 330 tapdıq və ondan xaricə doğru, yəni xarici horizontala A məntəqəsinə doğru
15-15 artır. Ya 15-15 artıraraq tapa bilərsiniz. Ya da ki, kəsmə yüksəkliyi neçədənədir? 1, 2, 3. 3 kəsmə yüksəkliyimiz var. Biri 15 metrdir. Onda 3'ü nə qədərdir? Onu tapırıq. Deməli, 45 edir. 330 daxili horizontal tapdıq. Daxili horizontal. İndi bizə xarici horizontalın, yəni A məntəqəsinin hündürlüyünü soruşur. Ara 45 metrdir. 330'un da üzərinə 45 gəlirik və tapırıq ki, 375. On altıncı sualın izahına baxırıq. 16-cı sualda deyir ki, səyyah əvvəlcə 90 dərəcə azimut məsələsidir. Əvvəlcə 90 dərəcə azimuta gedir. 10 kilometr. Əvvəlcə üfüqün cəhətləri olan x-imizi çəkirik. Bura 90'dır, şərqi istiqamətidir. 0, 360'dır. Cənub 180 dərəcədir. Azimut olaraq 270 dərəcədir. Qərb olaraq da 270'dir. Bizə deyir, səyyah buradan çıxır həmişə. Əvvəlcə 90 dərəcə azimutuna gedir. Daha sonra 10 kilometr gedir. Daha sonra 10 kilometrdə 180 dərəcə azimutuna gedir. Buradan ilkin məntəqəyə qayıtmasının sualını verir. İlkin məntəqəyə hansı istiqamətdə yollanır? Yəni başlanğıc məntəqəyə ən qısa yolla 315, yəni şimal, qərb istiqamətində qayıdır. Bakı ilə Quba arasındakı məsafə müxtəlif miqyaslı xəritələrdə təsvir edilmişdir. Dedik, miqyas kiçilmənin nisbətini göstərir və Bakı və Quba arasındakı məsafə müxtəlif deməli dərəcədə kiçildilmişdir və xəritəyə köçürülmüşdür. Deməli, biz bir qayda olaraq bilməliyik ki, böyük miqyaslı xəritələrdə ərazilər daha böyük görsənir, kiçik miqyaslı xəritələrdə daha kiçik görsənir. Buna əsasən bizə sual verir ki, miqyasın daha böyük olduğunu müəyyən edin. Böyük deyirsə, xəritədə də daha böyük görsənir. Ən böyük rəqəmi götürməliyik burada. Deməli, cavabımız nə olur? 4 olur 25 santimetr. Santimetr, yəni dördüncü bizim doğru cavabımızdır. Daha sonra 18-ci sualın izahına baxırıq. 18-ci sualın izahında deyir ki, bir situasiya tipli məsələ göstərir burada. Məsələdə deyir ki, real sahəsi, yəni həqiqi sahəsi verilib 1176. Həqiqi sahə 1176-dır. Göl xəritədə 6, xəritədəki sahəsi isə 6 santimetr kvadratıdır. Miqyası tapın. Həqiqi sahə düsturuna əsasən biz tapırıq ki, miqyasımız nə qədərdir? Miqyas bərabərdir. Həqiqi sahəni 1176-nı bölürük 6-ya. Və alırıq cavabımızı.
11'in içində 6 bir dəfə. Orada qalır 5. 57'nin içində 6 olur 8 dəfə. 6'nın içində 1 dəfə. Deməli olur 181. 181 isə miqyasın kvadratı idi da düsturumuzda bizdə. Deməli bir dəqiqə yazım onu. Düsturumuz nə idi? Həqiqi sahə bərabərdir. Xəritədəki sahə vurulsun miqyasın kvadratı. Buradan miqyasın kvadratını tapanda tapdıq ki 100 deməli 11'in içində 6 bir dəfə. Daha sonra qalır orada 57'nin içində 9 dəfə. Orada qalır 36'nın içində 6 dəfə. 196. 196 isə nəyin kvadratıdır deyirik? 14'ün kvadratı idi, səhv eləmirəmsə. Bir dəqiqə. 4 vurulsun 14. 196. M də bərabərdir 14. Hər tərəfi kvadrata yüksəldirik. Deməli, miqyasımız 14 kilometrdir. Bizə burada sual verir ki, xəritənin miqyasını müəyyən edin. Xəritənin miqyasını müəyyən edildi ki, 14 kilometrdir. Deyir ki, gölün şimalı ilə cənubu arasındakı məsafəni müəyyən edin. Bizə deməli həqiqi məsafə əsasında miqyası tapdıq. Miqyas əsasında isə gölün şimal və cənub arasında həqiqi məsafəni tapırıq. Həqiqi məsafə düsturuna əsasən xəritdəki məsafə verib 28 vurulsun. Miqyasımızı da tapdıq 14. Buna əsasən biz tapırıq ki, bizim həqiqi məsafəmiz nə qədərdir? 14 vurulsun, deməli 28. 392'dir. 392 də bizim gölün şimaldan cənuba doğru olan məsafəmiz olur. Daha sonra digər bir sualda isə deyir ki, həmin xəritədə arasındakı məsafə 12,5 sm olan məntəqələr arasındakı həqiqi məsafəni tapın. Həmin xəritə deyirsə, yəni miqyasımız 14 kilometr olur. Biz miqyası nə tapdıq? 14 kilometr tapdıq. Miqyas bərabərdir. Miqyas bərabərdir 14 kilometr. Xəritədəki məsafə verib. Xəritədəki məsafə də 12,5 verib. Həqiqi məsafəni də tapanda miqyası xəritədəki məsafəyə vururuq. Vuranda 12,5'e vururuq. 175 alırıq cavab. Deməli, 20-ci sualın cavabı olur 175. İzahlarımız bu qədər. İzahlara diqqətlə qulaq asın və qeydlərinizi götürün.